acı kofe olmaz. Bu saatte kofe hiç olmaz. Mən əvvəl içirdim. İçdikcə yuxum gəlir. Sən vaxtımızı kofe nədir? Zarafasız deyil, Sklaqda Nesquik şeyi var idi, kurusu var idi. Süzün içinə qatıb uşaqlara verərdi səhər-səhər. Sabah verəcəm də, hər gün kaşa verməyəcəm. Yox, Kamahan, onu demirəm. Nesquik'nin tozuydu, o südə qatıb belə. Az, yox. Kamaha biz siz nə deyir bu? Çox sağ olun. Kamahan Nestle'nin kaklası olur, ondur. Nesquik. Ondan deyir bu, yəni. Onu demək istəyir. Vaxt ikən Vadi xala deyirdi, mən hər səhər içirdim. Hələ bir də boyunlu olur. Bəli. Ay Kamaha nə gözəl pişirirsin. Ağa, Geliyorum. götür bunu. Allah, bu kakletləri qızartdığımız gün yadıma düşüb. Aha, 550 dənə. 550 kotlet eləmişdik bir gündə. Nə? Paçam. Hə, o gecə ilə. Tez yadımdan Nəzmin gələn. Mən ona görə. Toyuqlar, toyuq kotletləri. Bunlar məndən də tez yapmağa yadıma. Ən sevdim. Elə Mən elə yadımda qalır ki, mən tez yapma günləri bilə. Pomidoru da indi tökəcəm. Onda da gəl Ay, mən gecə çok kiçik eləyirəm. Əziz bacılarım, mən girən kimi yatıram, bilmirəm. Girən kimi yatırdım. Cəmaham, Allaha yalvarırlar ki, nə olar. Söz yerinə girən kimi Biz deyirik ki, yuxuya keçək, sonra Fatimə gəlsin. yalan deyirik. Cəmaat bunun əlindən verdi. Cəmaham, yerimə otağa girən kimi verirlər. Nə olar, biz yatandan sonra gələrdin də. İmkan vermirəm yatmağa bunları. Yəni, sevə-sevə də əziz bacılarımla söhbət Əziz edirəm. bacılarımla söhbət Hərənin yanında yarım saat sonra söhbət edib durur. Hə, cəmaham, toplu seans keçirəm. Gecə keçir. Yox, bir də görürük ki, kimsə yatıb gedir, oyadır bilir. Bunu da götür. Mən. Gecə cəmaham, biz nə eləmişik? İlahə Ayşə Mələkə bir yatır axı. Getib İlahənin saçını götürüb Ayşənin qulaqlarını şeyləmişəm ki, oyansın. Şarap. Cəmaham durub yuxudan qulaqları, qıdıqları durub. Allah'tan ikinci mərtəbədə yaxram, yanıma gəlirsən. Orada gələr bax. Tamam, aklımda sakladım. Hayır, gəlir. Qızlar, Bir dənə qaşıq. qaşıq bunu sıyırmaq var. Qaşıqlarını satır. Əziz bacım, oranı açırsan qazın altında. Əziz bacım deyə. İçindən. Bacılarımı. Özləri hiss edirlər nə demək istədiyimi. Fatimənin əlimi girməyəcək. Ey bura, heç nə edir yaramayıb. Aç balonsundu. Hə, sızları. Cəmaham heç nə bilmirlər. Fatimə, sən yox idin, bəxtbəxtlər mən var idi. O əvvəl idi. Qızım, Haydi. başmayan. Onun qapağını taxar. Onun qapağını taxar. Özümdən çıxartdınız. Millətin yanında rezil elədiniz. Mən belə insan deyiləm. Bax ha, şey yanar. Pürə. Püre. Püre yanar. Qızlar kömək. Hamı bu tutacaqlar. İndi bunun kodunu alacağıq. Qəşəng pişəcək. Qızlar, bunun qapağı orada olmalıdır. Nərmin. Cəmaham, bir endirə mən verərəm də. Hə? Bir endirə mən verərəm də. Eşitmir. Bir endirə mən verərəm. Blenderə sən verərsən. Tamam. Hakuna Matata Qızlar Qalası necədir? Akuna Matata Qızlar Qalası yaxşıdır. Adı belə olsun. Olsun. Elə. Qapağı gətirir. Əziz bacım. Nömrə 1 bacım. Olar mı? Aa, dolanmışsınız mı? Onun dünən qapağı. Hə, odur. Onu çandıram deyir, o da odur bey. Mən olmasın yiyəyəm.
çok. On xodum biraz al. Necə olur, hə? Bir damcı ona yağ gətir bu. Yağdan, hə. Qaşıq ona çək. 2 dolu qaşıq. Nə, yenə nəsə yazırlar, mod istəyirsiniz. Boş verin ben. Ha, pul qazanmaq istəyən. Kimə atın bloka? Deyəm, bu pulu çıxardım buradan. Ha, şuraya attım səssizə. Acan, gözəlsiniz, ha. Ha, bəs. Fatoş, bu salatı. Mən hazırlayarım. Ama krupnu, böyük. Sayılar bir dolmalıdır, sən də al. Yeməyə qoyun olsun. Ha. Kim tökdü? Az İlhamə. Başımıza torpaq tökməyin. Nene bak. Çeşmedim nene. Nene bak. Buna bax da. Səhər. Az başımıza torpaq girəcək, bir çirkə basacaq gördüm mən. Babası atla. At, git. Baba oturmuşam. Aferin. Bu da diye. Başınıza bit düşsə öldürəcəm sizi. Ben de seyahat. Otur mənim yanımda. Otur. Otur mənim yanımda, oturduk. Gördünüz? Oturdu nənəsinin yanında. Ay, meşədə nə inədiniz? Mesela ocakta oynadık. Oyuncaqlarla oynadınız. Yaxşıdır bura. Bəyənsən. Yine sandalyeye dedeceğim. Yox, sanatoliya bitdi. Xəsarətlər pis idi. Geçelim. Gəlsən, getmək istəyirsən? Yox. Hava etmeyen. Yox, getmirik, burada yox. Bu sanatoriya yaxşıdır. Ha. Yaxşı. Bu geçeydi bak. Bu ev geçeydi. Yağ, soğan, pomidorlu. Kotletlər. Ha. Ha. Nene. Günün toprakları böyle ömüşü üstüne atmayı. Damımız var, qənd qabımız. Ağzı bağlı qənd qabımız yoxdur. Neynirsən? Zəmə xanım istədi. Zəmə xanımı bayaqlar gətirdiyim qablar. Birini. Batma. Hə, nə qəşəngdir. Qəşəydi. Xorey Nene. pişirir. Ona şapı. Az, başımıza tökərsiz öldürərəm. Nene ona şapısı çiller. Ora şəpsiz girirlər. Yox, torpaqla yox. Getdiniz ora. Torpaqla ora. Xoş getdiniz. Getdiniz. Getdim mən daha. Oğlumuz orkestr İlhamı açdı. Zəhra, sən də bir şey giyin də soğuk olar. Hadi qarnıva soğuk. Kızlar, mənim jaketim mətbəxdə idi. Hə. Mən gedirəm. Nə ilə gəlsən? Duratla. Zeynur, o sumkanın içində nə var? Kamaham Duratın açarı. Aha. Amma başqa şeylər də var. Sən get ki, mən də camada göstərim ki, aha, tapançonda var, Duratın açarı var. Duratın açarı var. Xotdasın, camada göstərim, o dərman da var. Nə Hər gözəl. şey. Deməli, gedirik hara? Hara? Hakuna Matata Qızlar Qalasının təməlini atmağa. Bu gecə onun təməlini atmasa mənim ürəyim partlayır. Get at. Bu gecə atırıq. Get at. Elan paylaşacaq Kamaham. Qonaqlarımızı gözləyirik Bakıda. Aha, camaat kofe shop açır. Meşə kənarında, bizim ərazidə. Bəli. Gözləyirik qonaqlarımızı, Bakıdan qonaqlarımızı gözləyirik. Şimal regionundan gözləyirik. Bəli. Özümüz çay, limonad, qəhvə qonaqlarımıza xidmət göstərəcəyik. İnşallah. İntibari yaxşılıqlar üçün yaranıb, o hazır. Hə? Oradan
Səhər get cuma. Xodda görüm də. Day vurub eləmə ora bura. Mənim maşınım olsa da kimsə sürtüb qırağını. Ama bu başqa məsələ. Kimlər gəlir ki, yox. Sən ilahə və mələkəndə var ha. Maşınımız səs eləyir. Ayda. Valla mən qoymuşdum. O zaryatkası hardadır? İçindədir. Yo, zaryatkada olub polunu. Mən telefonumu qoydum hara. Telefonunuzda. O qız subaydı, özdə maşınlı qızdı da. Yəni Muravey var. Bilmirəm kim hara gedir, hə? Muravey var. Zeynəbə gedək sizinlə. Yox, 2 nəfər götürəm. Mələkə ilahəni yerləşməyəcək. Suyu da gətirəcəklər, yoxsa saman gətirməyə gelirsiniz? Tamam, Zəhra da gedir ha. 5 nəfər götürməyəcək. 5 nəfər. Yox, uşaqlar. Birinci dəfədir o burada maşın sürəcək, Muravey sürəcək. Tamam, bir dəfə sürmüşəm ki, səfər, amma uşaqlarından yox. Tamam da, yəni Hələ ki götürək, onsuz da ki tez-tez gedib gələcək. amanın günüdür da. Qoy bir əli öyrənsin, sonra gedərsiniz də. Onun 2 günüdür. Amanın bir günüdür. Qoyaram lobunun ortasından buna. Zeynəmi arada öyrədərsin, mən də sürməni. Mən öyrənmişəm. Zeynəb məmməyə baxıb öyrənmişəm. Çox asandır. Ha Zeynəb olma. Bəli, Agat, bekarsan eyvallah. Ayda bunu tor alıb, geç Da tor alacaq da. Çala, çəkilin. Çəkilin deyir, Makedonla dava eləyəcək indi. Nəyəm burada yiyərsiz? Bir arkadan ses qalmasın. Sakit. Oy qorxdum. Buna danışır. Ya yox, müəlliməmizdir, hüquqşünasımızdır. Unuduq da. Qarışıq düşünürüz. Uşaqlar, orada heç kim qalmasın da. Yox, heç kim. Sən sürtəzsən. Ver. Sən sürtəzsən onu. O deyir ki, zadnı xoda verdi. Bəli. Deyir, ayağımı çox bərk basırsan qaza. Həqiqi. Yox, Zeynoş, düzəlt, gəlir əli. Ay, sağ ol, gəl. Nə olub? Hə, mən də ona görə deyirəm, gəlir əli, indi biraz da vur, bu yana, bu yana vur. Hə. İndi əlimi düzəlt, ver arxaya. Orada seçilin, ben oraya geldim. Qorxu deyil. Çəkildim. İndi ver dala. Hər adamın işi də öyle. Vuram, ben su uçuyorum. Ya Allah'ım. Конечно. Bəli, bir nəfər vura bilərsən. Aha, düz gedindi. Yaxşı bey oradan çəkil. Kamera qaçdı. Verin. Düzəlt, əlimi düzəlt. Ay sağ ol, düzəlt. Düzəlt təkərimi get. Yol verin Zeynoş gedir. Yavaş. Senin hemen kendini maşını yerim bu olurdu. Sana göstər, qoy görüm. Sənə göstəyər.
O taxta neçə gündür yanıb qutarmır. Əl Abbasın mürəvveyi. Ay baba gözde uşaqlara Tamam verelim ki uşaqlarımız gitmesin. Özel yerlere getir sana bir dolbaq taxıları. Mən bozaqdayım. Az aftahasını istəyir. Aftaha səbətdə. Səbətin içində aftaha. Evin az. Gir git götür git. Sana ki görüm sana qəşək qalar. Ya Rabbim sen uzun uşaqları qoru ya Rabbim. Yaxına ki kokma elə baba. Biz qoyup ki gitmeyelim abranda. Bura gel. Ay kız bura gel. Gəlir indi aftahon da gəlir. Sen özün qoru. Gətirir. İstəsin. Aftaha nə oldu? Bir çıldak ediyor. Ay kız dayan maşına vereyim. Yok da. Sağlar bir de al. Dedim səbətin içində həyətdə səbət. Ben gizletmişim. Aftahan sən gizlətmisən. Eşq olsun sən. Gətirir. Gizlədim. Bek bek. Zeynep mən Bluetooth'a qoşunu mahnızat da qoyuyorum. Gelirse bir hafta oyuna gidersin. Getmir də aftaha ilə getmək istəyir də. Nə istəyirsən? Deyir mən konkret qüdrətəm. Hani bilir misin? Daha kırmızı sular. İndi istəyirdiniz deyəndə indi müravəyə olandan sonra daha istəmirsiniz. Yolda Enoş. Gidi aftaha. Bunu diyen yok değil mi bunu koy yere? Yere buraya istiyorlar bunu. Ay Allah. Hadi gül su bak indi bu. Az, o biri aftaha hamiye. O biri aftaha mən qoymuşdum. yok hiç ama kırmızı. Qırmızı hanı hara qoymuşsunuz? Yoxdur. Yoxdur. İtib aftaha. Bunun üstüne bir tane Burak yaz. Biz bir yerimiz güzel. Bura nabrandır. Çək sürmür də deyir aftaham gəlməyincə getmirəm. Mən neyiniyim? Ay ne güzel. Zeynep. Biri gedir, o biri gəlir, biri gedir, o biri gəlir. Gətirir. Soruşurlar ki, hara gedirlər? Hara götürük? Tamam. Gedirik. Hatuna matata kızlar galasının temelini atmağa. Hə, gedirlər Hatuna Matata qızlar qalasının təməlini atmağa. Hatuna matata kızlar. O aftaha, tualetdə olan aftaha deyil. Biz onu çox qiymətli yerdə saxlayırıq. Emmuş 100% nəsə eləyir ona. Emmuş heç nə eləmə ona gətir. Su doldurur bəlkə. Ay su zat. Ay Zeynep ne var bak getirsinler. Allah bilir. Qırırlar bir-birlərini. Ayda dolu çok baba gel. Özde mesafə koyuyor. Baş göz düzəldir. Gelmeyecek o. Geldi. Ay Allah şükür. Ay pembe. Gəldi, gətirdilər. Siz nə bilirdiniz? Gözlü, aha, aha. Ben bu türü harası salmalıyım. Deyir mən bu türlü arası salmalıydım. Ben o tabakı bırak. Bir anne ile zəhmət.
Zeynep Hindistan'da inəklər də belə eləyirlər. Siz də bunu belə tutun, bax belə. Ama yoksa diyamayın. Ay Allah, sən qurban ol, püre yer tapdı. Yanlış bak. Telefonu koymağa yeri de var. Zeynep, az gətirə bilərsən. Sağ ol, sağ ol. Abi, oyan da çok. Bir de oradan Tərpənmir, maşın getmir. Aftaha qaldı. Yaxşı görəm ağlayırsın yəni. Yavaş ol Zeynep. Ay mama, bak Ekrem Ağam hiç bir etmeyecek. Bak maşallah. Hamısını aldı. Sosyal işçiler gitmeyecek. Bitmeyecek. Hiç kim itmeyecek. Eşk olsun. İnemeyeceğim bala, gözünüzü şekilde. Artrapist oldum belədir be. Can bala sana da bugüne koydular. Ömüş oynuyor orada da. Ömüş orada oynuyor. Ömüş özü için. Püre yansın, yeyərsən. Püre yansı səni çiliyərəm. Ömür deyirik, çırparam. Çırparam. Yodi çırpıştırarsan. İkisi getdi də. Atasklet getdi. Abala su götürməyə getdilər. Sakit qalın. Amma gərək şey deyə, yavaş-yavaş öyrənsin. Ambarda bir dənə gizli verdirək, hava yox. Hamısı qızdı da, cəmi 2 dənə oğlan var. Əziz tacılar. Necmi bura var? Emre Mehmet. Üzerliğe çılda veriyor. Güzellikdir. Yok çılda veriyor. Emre Mehmet. Kompreslerin içinde yanan Zibil kanadan taktığı. Tahtan. O nə? Güzellik yandıran deyildi onu. Yiyecek misin? Tutamıyor çocuğum. Niye? Çay içirəm. Necə su Sən gəldi. niyə içirsən? Ay yaxşı. Aa, bura qəşəng. Yazıq qızlar, niyə? Ay Allah. Yazıq qız. Ay Allah bizi ya. Süzsüz yazıq. Evində üçgən yazıq olur. Ha, bu başqa məsələ. Aa, orada acı biber var, amma çox ehtiyatla. Çamahan buğlama pişirirler öyle bir. Mən demişəm. Açıq ver bura. Acı biberi yox, vurmuyum. Yox, yox, yox. Ayrıcana qoyarıq. Kim istəyər yeyər. Belə vurmuyum. Mesela Melike mütlak yiyecek. Mən də çox. Melike canım. Bacı bibəyin. Bacımız getdi. Bacımın sarı Melike. Oy. Benim. Gedəyin və paltar ki, biz olma. Ya arada olur da böyle şeyler. Mənim uşaqlarımın hamısı ağlıdır. Hərdən qaşlar başlara qaçır. Təzdən qaytarırıq yerinə. Hamısı ağırdır. Ben şahsen bak. Elim adam başı kesin. Çox sağ olun. Bunlar qəşəng. Elin üstüne ne ben yıkılır. Hə, möbilləri təzə yığılmış. Bunun praktikası. Yağış yağsa işıq keçəcək. Belə yox. Onun için seninle basırlar. O da başlayacaq gürüldamağa, dırıldamağa. Keyfiniz olsun. Məndən olsun sözlər. Elin üstüne yeganə kızınız mənimcə silmədin. Can, Gözünüz aydın olsun. hadisə baş verdi Gözünüz aydın olsun. və sən Çok xoşbəxtəm. xoşbaxtsan ona görə gözdə o qarşoka eləmir. Qarşıq elədik Ekrem Ağam. Qarşoka elədi. Malades. Şükür. Bu günü gördük, bize ölüm yoktu Ekrem Ağam. Ömür bugün qalibdir, bəli. Bugünü gördük, biz çox xoşbaxtıq. Nelerim bugünün gördüm. Qoy qurban olum, bir yeməyi ortaya çıxardanda göstərəcəyik də. Hər il bu günü qeyd Və eləmək. bu hal-hazırda Mətbəxə girməmişəm. Sabahtan ben mətbəxə gidəcəm. nə axtarsan? Nə var? Temizliğe bakın ya. Temizliği Salat eləyirlər. Öyle öyle mi? Cavab koy taşdan. Yok. Ha, burada da yağmaq xoçet. Özü 3 gün deyib yağış olacaq. Ne? Ay nə yaxşı. Aa, Tamam yemeği hadi. Işıqlar söndü. yox, qurban olum, bu ev mənim öz evimdir.
Bilmirəm. Generator var da. Generatoru gərək çıxardaq, bayırda bir şey eləyək. Anne çıxardar eyb yox. Üstünə yağış düşmə. Onun üçün şey düzəltdirməliyəm də, şkaf. Cəmahan bunu içə soxsaz İnşallah olmaz. gələn. Bunu içə soxsaz olmaz. Stər Xalı yox şeyin maşının. bunun xətti var axı, elə belə deyil. Hə. Mən heç görməmişəm, heç nə olduğunu da bilmirəm. Cəmahan sığınacaqda generatorumuz yoxdur. Nədir ondan yoxumuzdur? Var hələ qoşulmur. Yekə bəs o sarı nədir evin böyründə? Odur. 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 Niyə qoşmuruq? Ha? Niyə qoşmuruq? Pulum yoxdur. Hə. Mən işləyib eləyəcəm. 2000 manat ancaq elə onun xəttinə gərək pul verəm. Farz edək ki, mən bu sualı vermədim. Verməm. Mənə çay versin bir dənə sula konfetimlə. Boşdur. Boşuna verməsin. Sən ala arada bir samavara bax şey olmasın. Yanmasın. Cəmahan sizə çaşqada verim ki. Hə, olur. Ama öyle. Çox sağ olun. Təşəkkür ederim. O oldu çaşqalar daşıyırlar. Mən balaca çaşqa. Ay sağ ol. Aşpazları göstərim. Biri gedir, biri gəlir. Hansını göstərim? 3-4 nəfərdir o. Aşpazımız var. Səhər peşəkar aşpazdır. O heç. Ona görə tutub bizi. Cəmahan mən 2 universitet tutmuşum. Axırıncısı Harvard idi. Axırıncı Harvard idi. Gəl bura mənim özüm. 6 universitet oxumuşam. Valla mən indi Nabrandayım. Siz şirniyyatçısınız. Bura gəlmək istəyirsiniz. Qurban olum. Könüllü qızlardır bunlar. Məndə iş yoxdur. Mən baxsam da nə mənası var? Mən niyə sizi aldadım? Mən baxmışam, yəqin ki, başa düşmüşəm ki, mən buna nə cavab verim? Qızlarımla bir yerdə eləyirəm. Bacı, sən elə ayaq üstə durursan, saldatsan, oturmaq istəmirsən. Sizin də soyadınız Ağızadədir, çox gözəl. Temizləşə oxşayır. Hanı mənim suli konfetim? Quran səviyyədən sonra qaçdım. Benimle qaçdım. Yo, ən sevdiyim, ən sevdiyim. Ən Yəni, mən aydınım sevdiyim, ən yəni. sevdiyim. Və yenə 2 də. Qızlar o Bəli. stolda kapukasını heç götürür. Bir belə düzün uşağım var. Əlbəttə könüllü qulluq edir. Mənə kimsə məcbur eləyə bilər sizcə. Mən yemək eləyim, iş görürüm. Mən buradan xorey eləyirəm, oradan söhbət eləyirəm, oradan bazara gedirəm. Oradan səhər saat 9-10 üçün gedəcəm bunlara. Xərək çörəyi gətirəcəm. Şirniyyat pişirməyə vaxt var. Mən bişirim də cəmahan. Ye anne. Cəmahan bir dənə tort bişirim. Duz onu. Yo, mənim deyirik suyu çox çıxarır. Suyu çıxır. Yeməyə gedər. Bunda hara qoyacaqsınız? Məncə də. Ona görə. Onların içinə şüşəliyə atacaq, oraya belə qoyacaqlar, bir dənə də belə bağlayacaq. Fatıma, ora salat koymuş. Sokları oradan çıxardın. Saat 9'da yemək verəcəklər. Şeylər, kompotları çıxardın. Sivitləri hara qoydun? Cibirlər Elnur'a gözləyir. Onu salat var. Hə, bana kudur. Aleyküm salam. Könüllü olar, nə olmur ki? Götürmüşseydi buraya yerləşəcək. Ehtiyac yox onu götürməyə. Ya axşam çox Mənə orada. Sok deyil, kompotdur bugün. Hələ yəni kompot cəmahan, elə demək. nə kompotdur? Kompot, qəşəng kompotdur, amma çox şirindir, ona görə su qatın. Bəyən donatsızsa cəmahan, hələ. Dondur. Bəs nə? Ölsən vermir. Yəni hocam bu qarşı zamanlar. Buyurun, gözüm üstə yeriniz var, buyurun gəlin. Ona hara aparsın? Mətbəx əlbəttə, qızlar elə mətbəx öyrədərlər də.
təhsildə elm öyrədirlər. Mən də məişət elmini öyrədirəm də, nəyə pisdir ki? Qız hər şeyi bacarmalıdır. Məişət üzrə qızlar hər şeyi bilməlidirlər. Gələ bilərsiniz, nə problem var ki? Özümün bir oğlum. Türkiye'ye salamlar. Gözümüz üstü buyurun gəlin. Röya kek, bəli, tort pişirib qonaq gələ bilərsiniz. Amma nəzərə alın ki, 45 nəfər üçün tort pişirməlisiniz. Çünki bura qızlar müəssisəsidir. Çünki burada ancaq qızlardır. Pürən indi olacaq, pürən. Tamam, blender mən verim. Az istəyirsən blendera qonşu ilə bir yerdə zırpır elə. Hə, olar. Lap yaxşı, çox gözəl. Gəlmək istəyirsiniz, gəlin də. Yox, bura dövlət müəssisəsi deyil. Siz canlını niyə bəyənmirsiniz ki? Привет, Израиль! Я вас тоже люблю. Bu yaxınlarda mənim bir rəfiqəm elə İsraildən qayıdıb gəlib. Mənə gözəl hədiyyələri gətirmişdi Yerusəlimdən. Çox sevindim. Nə oldu? Doğru veçirəm. Bir şey gəlir. Nəsə belə yenə çoxaldılar, bunlar. Kopyaya yapışdır. Ay bana çəkilin. Ay bana çəkil. Oy nənən qurban, oy nənən qurban. Kuş, 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 kuş. Can, 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 can. Südünü kaşasını verdi. Şabuş, şabuş. Danışa verək ama. İnge, inge elə. İnge, inge. İnge, inge. Ya utanayım. İnge, inge. Apar indi ingevi. Kaka elədi. Təbrik edirəm. Aferin oğluma. Aferin. Narahat olmayın. Bazı bizim yemeğimiz, içməyimiz, hər şeyimiz Ay yemek qaydasında. içmek demişim ki bakım ömrü yedizdirim deme. Dur ben başka bir verim atam yediz. Nə verim? Kartoşka hazır. Yemek vermişsin. Tələsin. Yox, yox, şirin yatsa deyil. Yemek yorulur. Yox, narahat olma. Хорошо. Gittim abla. Bərdəyinə güləşin. Kredit, sənin gözün çıxmasın. Niyə belə eləyirsən axı? Niyə məni spama atırsan? Mən sənin həbsli eləmişəm. Mənim gözümə görünür, yoxsa yer belədir. Səhər deyə gözünüzə görünür. Çamahan, bu polisindən daha qəşəkdir. Çok yüzlüydü. Siz sonradan alınandan sonra daha yaxşı məncə. Onu eləyirəm. Somsunu bəlimdə qalacaq, qorxam. Sən nə edirsən? Hə? Ülker abi. Şöyle. Yəni eləyirəm. Çay içir. Oturup. Aleyküm salam Tural. Siz necəsiniz? Oradan. Niyə bəyənmirsiniz bu canlını? Gül var yaxınsın. Sen yaramırsan 20 gün var ya. Bəli, yüzü var Ay ya. oğlum, mən abi Aycan. Şef, ini sür be. Ya, bura olmazaq oğlum. Niyə can balam? Aycan. Can, batın. Nə? Aa. Yenə neyniyib Bakıya çıxır gedir o. Bir rəqətin çıxarım. Yaxşı. Sağ olun. Çox sağ ol Ayten, sən necəsən? Sağ olun. Hicran necədir? Yox, bura dövlət müəssisəsi deyil. Hemen giyerim sağ ol. Sağ ol, bəsdirin də. Keçən əsrdə olan söhbətləri də fırladım bura. Dindoş demişəm, demişəm. Düz də demişəm. Sonra nə yaraşdırırsan, nə yaraşdırmırsan, özünə yaraşdır. Yaxşı atam, ya anam.
Sentyabrda könüllülük proqramı başlayacaq. Annemin. Haycan, Ben ben de oradayım. hardan ki? Çamağı gətirmədiyim üçün. Şükrəyim. Götür elə də, Ayşə bişibsə gətir. Bəli. Bu qız konkret saydı. Kimdən gedirsən? Sayın. Ne güzel. Bəli, mən Yüngülvarı yaxşılıqlar üçün yaratdım. Brilliant xanım gəlmək istəyir, buyursun gəlsin də. Biz övladlığa heç kimi vermirik. Bu işə dövlət baxır. Püre eləyəcəyini. Mən eləyəcəm. Heç kim verməyəcəm. Öldü sen de benimle. Səhər, o bas bir dəfə ömür demişkən, çırpala da. Meşədə, burada ya uşaq var. Həqiqətən mən sizin. Çamağa mən deyirəm neçə günü mənim meşəyə təklif edir. Gəlməmişdən qabaq belə. Bunun nəsə planları da var. Bax istəyirsən. Sizə söyləyəm hər gün. Aha. Artıq Əgər qaydasındadırsa, konkret uşaqdan söhbətə gedə bilməz. Harada burada? Boşluğumuza çıkarmayalım. Bizim müəssisəmiz hardadır? Biraz yavaş. Hal-hazırda Nabranda. Az, ged o alnığı sil. Qurbanlıq qoyun kimi. yox çamağa mən çıxdılar. İb edirəm mənim. Gözü yaxın qaçışdıraq sonra. Tutmasaydım nə olacaq? Məsələn, niyə belə Yüngülvarı yaxşılıqlar edirsən mənə? Ölməmişdən öncə deyil. Qorxuram ama neyse məndən bir... Mən meşəyə zada getməmişəm. Bu olacaq püre. Bəli. Dava eləyirlər iş görməyin üstündə. Çalış dibinə vurma. Suyu çox deyil, o hələ dəmə qoyulacaq. Siz belə püreyi... Az indi zırt elib o sifətinə atılacaq. Çamağım mən özümü önləmimi alım. Ayşə, qaç oradan, valla sıçrayacaq. Ayşe, biri sanki bile YouTube yaxşılıqlar edirəm. Dayandır, dibdən qoy, qaşıqla qarışdırsın. Əlimi çəkdə, nə eləmi? Yenə hədiyyə donduruldu. Mənə lazımdır hədiyyə. Kartof əzəndən niyə blenderla eləyirik də? Siz nə danışırsınız? Bu püre brüle olacaq, elə belə deyil. Çox sevirlər. Aklın altında mən qaçışdıraq. Niyə, o aski o şeydir də, stilidir də. Bəli. Duz tökər. Əlbəttə duz tökməlisin. Ayda, mən tökəcəyəm. Bu dreldə öyle, bu xüsusi aşpazlar üçündür. Bəzi insanlar özlərini gizlətmək üçün açıq tapırlar. Fatimə də onlardan. Bəli, mən xalqıma çox görünmək istəmədiyim üçün. Gözləyərsən. Bəsdir. Fatimə. Onu birazdan biləcəyik. Çox eləmə. Çox, bəsdir. Azı çağırarak çoxa yoxdur. Bəsdir. Davay, getdin. Söz Alnındakı qurbanlıq qoyunlara necə göz dəyməsin deyən burunlar. Elin üstənə vurdu ki, bu gözəlliyi də adamın qızı olar, elə dedi. Az yaxşı. İstiyor tökər. Şiddənməyən. Çamahan nə tökək istiyor? İstiyor az tökün. Biraz da tök. Balacalar kimi. Siz Allah'a sökün. Melek gün ortana göre. Çamahan yağ tökməkdir. Ha? Yağ tökməkdir. Yox. Bəs. Sök. Çamahan sarı tökmürəm.
Gelim nane gətirin. Keçən dəfə istiot yerinə sarımsaq koymuşdum. Allah ağıl versin sənə. Amma mənə Bu 16. O 18'e gelir. O 14. O birisi 16. nə? 17. 17. Nə? Çomaha mən də 17. 15. 18. 17 ben ne deyirəm ha? Göy köynəkli qız niyə elə durğundur? Vallahi dərddən, qəmdən. Dərdab. Ya, bəsdir. Başım getdi. Bəsdir. Yox, indi onu qarışdırıb qoyun biraz da dəmə. Amma tamam xodun alın, azca qoyun xod. Sən xodunu alma qoyacaq. Yox. Çəkil gələm. O oturan qız prosta ağıllı qızdır. Abırlı hayalı qız. Bu gün çox gülmüşəm, o gözüm. Biraz sakin. Hey yox. Çəkdə onu. Diyan. Həm də yorulmuşam. Ala bunu orada zat edin. Yox. Bax onu elə bərk bağlamazlar axı. Amma əslində az bağlamışdım. Xeyr. Mən gördüm axı sən onu bağlayanda. Səhv atırsınız. Yo, bağlayırsan sən. Belə. Deyirəm axı bağlayırsınız. Ver mənə mən açım. Bağlayırsan. Əzizim, elə deyil də düz eləyirəm, düz yerə vururam. Səhv yerə vurursunuz deyəsən. Vurma. Mən bu üzə döndərim. Saxlayan malış gələr açar. Qoyun soysun. Fatimə çıxart tokdan onu. Çıxardıq. Qoyun kənara. Al qoy kənara. Ver. Qoyun soysun sonra. Qoyaq üstünə şamaxa. Dibi yapışmaz. Yox, yox. Suyu çox zat deyil. O hələ dam alacaq. Qazın üstündə o hələ dam alacaq. Ortaya qızım. Elə qoy ki altı bütün tutsun. Biz elə də yeyirik. Biz elə də sevirik. Az xodda qoyursunuz. Qaz yandıramadım. Onu zibil yandırma aparmış. Mən sikir dal gəldən onu. Qaz yandırma aparıb. Niyə bura qoyursunuz ki uşağı? Bura qoymaq lazımdır. Neçə yaşda bura qoymaq olur uşaq? Gel uşağa bax da. Mətbəx məncə də süper olur. Çox bəyərəm mən də. Yox, corab zad giymirik. Bir qəşəng linoleum salmışıq. Sən giyərsin, giyərsin. Yox, verməyəcəm. Bu güclü mebeldir də. Nə istəyirsiniz ki? Yay mətbəğində nə olacaq? Plastik olur da. Şkaf yığmalıyam. Hava sərindir. Tamam, sabah da pişirəcək. Az qoy bir bu gün hələ sabaha çıxaq. Başım fırlandı. Yox, elsiz zat düşüb elə bir. Kotlet. Qarışdırmaq, çevirmək. Yox, bir daha baxım. Yaddan çıxıb olmayacaq. Heç nə də yaddan çıxmıyor. Yaddan niyə çıxmıyor? Bu öz kayfımda. Simata. Simata. Çöl. Örtüm. Ört. Qoy göstərim. Camaat görmək istəyir. Ay Allah. Ay, pis yeməyimiz. Can, Baba bu kotlet. Fatıma bacı. Toyuq kotleti. Pomidor, soğan, yağ padlivkanın içində. Bu püre. Qoyduq. İndi bu qəşəng dam alacaq. Ört. Bunu da altını söndürəlim. Salatı da eləyiblər. Kompotları çıxartdıq. Hə, qızlar. Onun ucu qrafinkalar var orada. Suya qatın qoyun kənara. Bak benim yerimine bak. Sen Gedirəm bura uşağa bir şey baxmayın.
Göt. Bilməm, Zeynəb gili görsən onlardan soruş nəsə istəyirlər. Zeynəb gedib Hatuna Matutaya, nə bilim, neynəməyə. Canan, Can, Rəhimən, anasız lap yaxşı. Çox gözəl. Bu tortun qapı. Qızlar hardadır? Nənə, mən oynayıram. Qızlar hardadır? Meşədədirlər, oynayırlar. Qeblə meşədə oynayırlar. Hə, görürəm. Yox, yanımda deyil. Aralıdadır. Aralıdadır. Çox da yaxşıdır. Əylənir, oynayır. Mən onu beləmir. Oturmuşam da gül kimi. Nahid bilirəm, bilirəm. Bütün ölkə bilir nə oldu. Sakit qal da. Bilirsiniz nə oldu, bilirsiniz nə oldu. Xahiş edirəm, heç kim haqqında artıq əksik danışmayın. Əgər uşaq bura gəlib düşübsə, demək səbəb var da. Ona görə sakit qalın da. Onu buraxın, mən bilərəm də, niyə buradadır, səbəb nədir. Yox, mənim qızlarıma elçi düşmək olmaz, çünki mənim qızlarım az yaşlıdırlar. Sən harat getmək istəyirsən oyuna? Gedir sigaret almağa. Niyə? Sən adımı dəyişməmisən, gör səhiyyə. Ayıb deyə, get dəyiş ki nə? Burada bir söz neçə dənə zəhri var? 3-4 dənə, hansı? Siz canlını bəyənin. Sual verirsiniz. Qardaşım alır. Sigareti kim alır? Qardaşım. O da sən icazə almalıyıq. Biraz o naziklərdən 12-si ad günüdür, narahat olmayın. Ad günündə eləyəcəyik. Sağ olun, çox sağ olun. Biz Nabrandayıq. Nabrandayıq. Uşaqları yay tətilinə bura gətirmişəm. Uşaqların əlbəttə psixologu var. Öz evimizdəyik də, öz evimizdə. Baba, bura, bax, bura. Bizim evimizdir, evimiz. Gördünüz? Dəniz var üstündən, dəniz yoxdur. Bala, qaranlıqda niyə oturmuşsunuz? Ay Reyhan, o da oradan get vur da ışığı yandır. Stolbadan. Elnuş bir dənədir də. Nabranda külək var, uyum var. Yox, bilirsiniz necə sərindir. Görürsünüz necə süt qalamışıq.
Düzəltmişik. Nənə qurban, sənə soyuqdur. Tamam bak yedirə bilmirəm deyə orada. Eyb yox, eyb yox. Maya, xalça göndərmək istəyirsiniz. Çox sağ olun, əzizim. Var olasınız. Allah sizdən razı olsun. Çox böyükdür, 100 kvadratdır. Və bu uşaqların yemək masasıdır, əyləncə masasıdır. Bura bizim 2 otaqlı balaca evimizdir. Yəni orada nənə yatır, qardaşım yatır. Mən uşaqlarla qalıram. Uşaqlar balacalar saat 10-11-ə qədər əylənirlər. Çünki yaydır, tez yatızdır. Burada onların əyləncə zonasıdır. O tərəfdə hamam tualetlərdir, şkaflardır. Bax, bu yuxarıya gedişdir. Bəli, bura öz evimizdir. Mənim öz evimdir. Gedim yuxarıya. Allah qəbul eləsin. Diri gətirmək deyəndə sağlı kəstirin gətirin. Aha, zırtıq gəldi. Zırtıq gəldi, maşınımız gəldi. Allah Allah. Bunlar bu nədir? Az gedib gətiriblər. Ay Elnuş. Ay Allah. O nədir az? Adım çıxır, zibilirəm. Baxın. Hə. Gətirmişəm tabelalar. 2 dənə böyük tabela. Özümüzə tarafdaş dedik. Çox sağ olun. Qızınızla elə mən buradayım da əlaqə saxlayacaqsınız, narahat olmayın. Siz mənə direktə yazın, mən sizə əlaqə nömrəsi verəcəm, danışacaqsınız, buyurun. Sığınacaqda uşaq çoxdur. 5 uşağımız sanatoriyadadır. 15 uşağımız qısa müddətli vermişik yay tətili ərəfəsində ailəyə ki, ünsiyyətləri olsun valideynləri ilə. Burada bizim gördüyünüz boy-ha-boy. Necədir? Belə. Əlbəttə, ailələrinə veririk. Belə yüklər düzəltmişik. Bəli, uşaqlar burada yatır. Gecə yox. Soğuq olanda da yəni yorğanla yatırıq da. Yorğanla yatırıq. Görün nə qədər pastel var. Görmürsünüz? Bəli, orada da otaq var. Bu da balacaların otağıdır. Balacalar orada yatır. Cam balkon olub, bəli. Hələ pulum verməmişəm. Bura mənim bağ evimdir. Bəli, hər gün. Bəs rayonlarda cəmaət necə bunu eləyir? Bax, bu da balacaların otağıdır. İndi hələ pərdələr var, onlar vurulmalıdır. Burada da yatırlar, yerdə də döşək salırıq. Yerdə də yatırlar. Pulu nə qədərdir? Deməyim də, qorxarsan. Deməyim. 18 minə başa gəldi. Bütün bu cam balkon, indi setkaları ilə bir yerdə də. Hə, yox, bir raşotka da qoyum, qıfıl da vurum. Hə, sən narahat olmayın, bəs nə bilmişdiniz? Cam balkon heç bilirsiniz nədir? Baxın, qapının hündürlüyünə. Bunlar hamısı xüsusi profillərlə yığılıb. Çox bahadır, əlbəttə, yox. Yox, bahadır olmayıb.
baha olmayıb, əksinə. Biz çox keyfiyyətli bir iş görmüşük ki, uzun müddətli olsun. Bura təzədən əlavə dayaqlar qoydurdum. Çünki uşaq sayı artdıqca ferma üzərindədir də. Ferma gücü çatsın, möhkəm olsun. Patoloku lambirlədik, yeri laminatladıq. Yəni, bura bu il xeyli xərc qoyduq. Amma əsas odur ki, uşaqlar üçün yaxşı olsun. Yox, mən kart qoymuram. Mən onu eləyə bilmərəm. Kim ödəniş eləmək istəyir, onu ancaq deyə bilərəm ki, direktə yazın, əlaqələndirim, kart hesabı versinlər. Amma belə yox, mən onu eləyə bilmərəm. Mən burada kart qoya bilmərəm. Yox, biz uşaq götürmürük. Mən dedim axı. Leon, direktə yazın, mən direktdən deyərəm sizə hesabı göndərərlər. Hissə ödəyə bilərsiniz nələrsə. Yəni, amma mən burada kart qoyum, pul yolum yox, mən o eləyə bilmərəm. Ömüş həyətdə. Mən yuxarıdayım. Bunu zarətqiyə qoyublar, hə. Gördüm. Yox, uşaqların telefonları yoxdur. Uşaqlar ancaq hüquq mühafizə orqanlarının vasitəsilə, sosial xidmətlər, prokurorluq, polis. Yox, dövlət tərəfindən biz maliyyə almırıq. Uşaqların yeməyidir, geyimidir, özüm gücüm çatan eləyirəm. Dostlarım kömək eləyir. Müəyyən reklam qarşılığında dəstək göstərirlər bizə. Siz canını bəyənin. Yer tapıram, oturmam. Yox, ailələr telefon versə də biz telefon işlətməyə icazə vermirik. Qətiyyən. Bunu unudun. Bizim heç bir uşaqda imtiyaz da yoxdur. Heç birinə vermirik telefon. Ərzaqlar da həmçinin. Elə bu qeyri-hökumət təşkilatıdır. Şansımdır ki, mən Elnura xanım kimi tanımışam. Və başımın üstündəki yorğanlara baxın, əsl kənd evi deyə. Ölürəm də belə. Elnura müəllimə bu ölkədə çox az tapılan mütəxəssislərdəndir. Adam möhtəşəmdir. Yox, evi mənə Leyla xanım verməyib, əzizim. Leyla xanım təşəbbüs göstərib, o bina tikilib. Leyla xanımın təşəbbüsü ilə bina tikilib. Torpaq mənim öz torpağımdır, şəxsi torpağımdır. Siz burada yazmaqla deyil, boş-boş yazırsınız da. Mən sadəcə sən prosta şərəfin olmayan birisən. Montaj olunmuş bir materialı, 8 il öncə özdə olan bir materialı ortaya atıb, hoqqa verirsən, elə bilirsən ki, neyse. Təşəbbüs maliyyəsini bir neçə şirkətlər bir araya gəldilər, kömək elədilər. Qalanını biz özümüz elədik. Açılışını Leyla xanım keçən il mart ayında elədi. Bu bizim üçün çox böyük bir fəxr idi.
Biz bu günləri də o binada oturmağımız əlbəttə ki, Leyla xanımın sayəsindədir. Giyilmiş paltar xeyr, qəbul ola eləmirik. Necə çatdırırıq? Çatdırırıq da. Allah özü kömək olur. Əslində biz elə də çox şey istəmirik. Məsələn, biz uşaqların ən vacib ehtiyaclarını dostlarımız soruşanda deyirik. Ay, o da olsun, bu da olsun, yox. Camaatı niyə incidək ki? Ağdam Xonçevi yeni əlbəttə. Çünki ən çox zorakılığa məruz qalan qızlardır. Ən çox. 18 yaşdan sonra kim əgər özü artıq ailəsinə dönmək istəyirsə, o düşünür ki, onların yanında ona yaxşı olacaq. Biz bir şey deyə bilirik, gedirlər. Qurban kəsib gətirə bilərsiniz, əlbəttə. Qalan vaxtı isə kim getmək istəmirsə, biz onu get demirik. Onun təhsili varsa, ümumiyyətlə təhsil olanlara qal deyirik. Leyla xanım xeyr, 3 sayıdan müdürə zad deyil. Özümüzdən Amerika kəşf eləmir. Bəli, gəldi, qardaşı gəldi. Qardaşı indi hələ götürə bilmir, çünki oxuyur. Bilir ki, çətin olar onun üçün. Ona görə mən qızı yanımda saxlayıram. Yox, Ənvər müəllimə maaş almır, ürəyin gəlsin yerinə. Yox, oxuyanlara da telefon vermirik. Bu qədər yorğan döşəyə bax, bizim dostlarımız bizə hədiyyə verib. Elə gəl, ha gəl də, bura gələndə. Bir gözəl xanım mesaj yazdı ki, mənim xalçalarım var, mənim yorğanlarım var, döşəklərim var. Mən olan hamısını sizə göndərirəm. Biz də sevə-sevə dedik ki, çox sağ olun. Və elə arxamda olan yaşılı görürsünüz, bax elə onlardan biri onundur. Hələ heç açmamışıq. Yox, qışda niyə qalırıq ki? Yox, siz narahat olmayın. Torba mənlik deyil axı. İnsan öz davranışı ilə üzr istəyirəm torbasını tikir. Füfü necəsən? Nə? Başladılar. Xeyr, bizim sığınacağı dövlət maliyyələşdirir. Gedək görüyorlar orada neyinirlər. Yox, işlənmiş götürmürük. Təzə verdilər bizə. Təmiz, yuyulmuş, sırınmış, tərtəmiz.
kimi içeri qaçır. Bu qonşularımızdır. Bizim bağ Maral Göl tərəfə yaxındır. Burada farel var. Farel və fazenda ərazisi. Qızılçıxandır da tel kəndinə döngədə. Balaca qardaş da buradadır. Nə. Xeyr, biz telefon vermirik uşaqlara. Hal-hazırda burada 35 uşaqdır. Malış sən pulunla gəlib. Sənə? Malış. Yaxşı eləyib. Gic danışma. Matəmlikdə mahnı olar. Qardaşımın, əlbəttə ailəsi var, uşaqdır. Bilmirəm kim ölüb. Gizdir də. Oynasınlar, atlansınlar, düşsünlər. Demək, Azərbaycanın bu başında matəm deyirlər, o biri başında toy eləyirlər. Bəsdirin də. Allah'ınızı burada sevin. Sevin. Setləri qarışdırırlar tez-tez. O küçəydir, qapımızdır. Oynasınlar, mani olmuyorlar. Yəni, matəm deyə bu xalqı bərbad günə qoymuşsunuz. Əlbəttə. Yo, nə danışsan? TikTok'a girir, əylənənlər söymək üçün. Ya, qoyun onlar oynasınlar da. А я даже и не пробую кого-то слушать. Bu yay çox işlərimiz var bu yay. Hava çox soyuqdur. Sərin deyil ha. Hava soyuqdur. 22 dərəcə. Banka bağlayacaq. Əvvəlcə olsun ki, bağlayaq da. Hələ ancaq qoyun uşaqları yedizdirim. İçizdirim. Pulum artıq qalsa bağlayacaq. Hədiyə yerini blokladılar da, mən neyiniyim? Anam da buradadır. Yox, Rüfət mənlə işləmir deyəndə, Rüfət başqa işdə işləyirdi.
Yox, istəmirəm hədiyyə. Mən zaten heç vaxt TikToka hədiyyə üçün girmirəm. Yox, mənə atılan nə hədiyyə? Kart paylaşma. Hətta şikayət elədi də, spam atdılar ona görə. Ay başınıza dönüm, hara donub? Məndə donmuyor. Ola yəqin mən kiməsə mani olur. Bura nə buranı? Xeyri yoxdur. Mən onsuz ancaq Nabranda açıram da, demək olar ki, davamlı canlılar. Heç Bakıda mən bunu eləmirəm. Mən Nabrana gələn kimi bunların dərdi qalxır. Ümumiyyətlə Bakıda da bunu eləyirlər. Yəni, bağlayarlar da bağlayarlar. Buyurun, gəlin, görün. Heç bir problem yox. Siz narahat olun, pürəyə baxanlar var. Uğur övladlığa gedir. Yox, qananam. Mən 100 yaşıma kimi buranı idarə edə bilmərəm. Yardım etmək istəyənlər direktə yazsın, mən əlaqələndirim. Yazır, nə olar, bu şeyləri burada yazma. Günahdır, nə yazırsan TikTokda, hə? Nə axtarırsan? Yoxsa qabaqda anca mərsiyələr çıxır. Bəsdir də. Yox, Bakıda heç kim yoxdur. Hamı buradadır. Hər vaxtınız xeyir. Bakın. Köpək qızı. Они сегодня целый день игры играли. Buna. Bunun başlarına bak, saçlarına bak. Saçlarına
meleke bırak. Zeynep bir daha buna bakın. Zehra buna babamla koy. Ay Zeynep hayatımda böyle rəqs görmüşsən. Bir bak. Mahmut oldu. Zeynep bak. Hayır. Nene kurban, bir de koydum. Mahmut'u bir tane. Ay Balaxanı Zibil xanasının əməkdaşları. Hürmetli tamaşaçılar, verilişiniz son. Birisi Oktay Kazemi. Güzeli. Hatırladık ki bizi... Ay sən söylərəm sənin üçün. Cəmi 2 dənə oğlanımız var. Nə oldu? Xeyr, Mələyin anası həbsdədir. Bizdə İskəndər yoxdur. Öz evimizdir də. Canlı niyə bəyənmirsiniz? Ömür böyüyəndə kişi olacaq. İnsan kimi insan olacaq. İtibarsız ve yarımçıq dostlarımı, mənasız mahnılarımı, sigaret paçkalarımı, atıram seninle çektiğim şekillerimi, unut soyuq geceler, dediğim sözlerimi, Xeyr, istəmir. Boş həyat bizim deyil, ay bala. Boş həyat bizim deyil. Boş həyat qonşundur. Mən dayanmışam, pəncərədən çəkirəm də. Gedirəm həyətə. Zəhra ilə Sərif var, bəli. Ne edirsiniz o kızın adını? Ne inirsiniz də? Abala, xörəklərin altını keçirt. O birisini. Diyeceğimiz her şeydi. Bizim efendim.